Hər vaxtınız xeyir olsun müəllimlər. Bugünkü dərsimiz qiymətləndirmə bölməsinin ikinci hissəsidir. Yəni formativ qiymətləndirmə. Biz qiymətləndirmə bölməsini keçəndə dedik, qiymətləndirmənin 4 növü var. Milli qiymətləndirmə, beynəlxalq, məktəb daxili, bir də yekun qiymətləndirmə. Məktəb daxili qiymətləndirmənin növlərindən biri formativ qiymətləndirmədir. Formativ qiymətləndirmə nədir? Şagirdin fəaliyyətini izləmək, onların təlim nailiyyətləri zamanı qarşılarına çıxan bütün çətinlikləri müəyyən etmək və aradan qaldırmaqdır. Formativ qiymətləndirmə 1-ci sinifdən başlayır, 11-ci sinifə qədər davam edir. 1-ci sinifdə dedik, summativ qiymətləndirmə yoxdur, amma formativ və diaqnostik qiymətləndirmə aparılır. Formativ qiymətləndirmənin bir sıra məqsədləri var. Hansılardır? Formativ qiymətləndirmə hər gün aparılmalıdır. Formativ qiymətləndirmə şagirdin qarşısına çıxan çətinlikləri aradan qaldırmalıdır. Onun üçün müəllimə yol göstərir. Formativ qiymətləndirmə zamanı şagirdlə müəllim arasında əks əlaqə qurulur. Şagirdlərdə özünü qiymətləndirmə bacarıqları formalaşdırılır. Burada yoldaş qiymətləndirməsindən istifadə olunur. Şagirdi olduğu yerdən olmaq istədiyi yerə çatdırır. Yəni hədəfə çatdırır. Burada tədrisin düzgün istiqamətləndirilməsi və tənzimləməsini təmin edir. Formativ qiymətləndirmə fəaliyyətin izlənilməsidir. Fəaliyyətin qiymətləndirilməsidir. Formativ qiymətləndirmənin vacib xüsusiyyətləri vardır. Bunlar hansılardır? Təlim nəticəsinə uyğunluq, yəni biz hansı təlim nəticəsini qoymuşuqsa, o təlim nəticəsinə də uyğun formativ qiymətləndirməni aparmalıyıq. Daha sonra qiymətləndirmə meyarlarının olması. Mütləq şəkildə hər gün, hər dərs aparılan formativ qiymətləndirmə zamanı biz qiymətləndirmə meyarını təyin etməliyik. Effektiv əks əlaqə, bu da şagirdlə müəllim arasında informasiya mübadiləsidir. Davamlı müşahidənin aparılması. Davamlı müşahidənin aparılması da formativ qiymətləndirmənin ən vacib xüsusiyyətlərindən biridir. İndi ilk öncə gəlin baxaq görək, effektiv əks əlaqə nədir? Effektiv əks əlaqə şagirdlə müəllim arasında bir ünsiyyət mübadiləsidir. Burada müəllim şagirdə effektiv verərkən onu sadəcə qiymət vermək deyil, onu tərifləmək deyil, onu əks əlaqə yaradarkən müəllim konstruktiv rəydən istifadə etməlidir, gələcəyə yönəlik rəydən istifadə etməlidir. Destruktiv rəy qətiyyən olmaz. Destruktiv rəy nədir? Yəni şagirdi keçmişə yönəldən rəydir. Rəy necə olmalıdır? Konstruktiv, gələcəyə yönəlik, bir də emosional olmamalıdır, şagirdin idrakına yönəlik olmalıdır. Emosional rəy deyəndə nədir? Burada artıq biz şagirdə afərin, sən ağıllısan, sən çox bacarıqlısan, sən bütün sinifdə, bütün şagirdlərdən ən yaxşısısan deyə bilmərik. Yəni belə rəy vermək olmaz. Biz şagirdin idrakına, idraki fəaliyyətinə yönəlik rəy verməliyik. Yəni deməliyik ki, tapşırıq zamanı anlayışları düzgün təhlil etməyini yüksək dəyərləndirir. Bir də müəllimlər şagirdi rəy verərkən bacarır, bilir və yaxud da bilmir, qismən bilir, belə sözlərdən istifadə etmək olmaz. Rəyi effektiv edən bəzi xüsusiyyətlər var. Bu xüsusiyyətlər hansılardır? Mümkün qədər spesifik olmalıdır. Yəni müəllim şagirdə rəy verərkən ümumi şəkildə deyil, xüsusi aspektləri vurğulamaqla rəyi şagirdə çatdırmalıdır. Ümumi şəkildə yəni deməməlidir ki, əhsən, yaxşı işləmisən və yaxud da hələ ki lazımi səviyyədə deyilsən. Müəllim şagirdə rəy verərkən onun müsbət tərəflərini vurğulamalıdır. Ümumi şəkildə deyil, xüsusi şəkildə spesifik aspektləri vurğulamaqla rəyi çatdırmalıdır. Sonra mümkün qədər vaxtında verməlidir. Rəy müəllimlər mümkün qədər, yəni vaxtında verilməlidir. Gec vermək olmaz, rəyi gecikdirmək olmaz. Sonra şagird nailiyyətini təlim məqsədləri baxımından dəyərləndirmək. Şagirdə verilən rəy onların əldə etmək istədiyi xüsusi bir nailiyyət barəsində olduqda daha effektiv xarakter alır. Yəni ki, bu rəy şagirdlərə son məqsədə çatmaq üçün nə etməli olduqlarını aydın şəkildə bildirmək lazımdır. Yəni başqa sözlə desək, verilən rəy şagirdə
qoyulmuş məqsədə doğru aparmalıdır. Sonra rəyi şagirdə həssaslıqla çatdırmaq lazımdır. Rəy verərkən müəllimlər şagirdin mənfi tərəfini vurğulamamalıdırlar. Sadəcə müəllim şagirdin müsbət tərəfindən başlamalıdır. Ona gələcəkdə nə etməli olduğuna dair yol göstərməlidir. Şagirdi həvəsləndirməlidir. Müəllim nəzərə almalıdır ki, istənilən növ qiymətləndirmə şagird üçün müəyyən qədər emosional təsir daşıyır. Yəni biz şagirdə elə rəy verməliyik ki, onu həvəsdən salmasın. Və yaxud da deyək ki, müəllim şagirdə rəy verərkən onu başqaları ilə müqayisə etməməlidir. Rəyi çatdırarkən iki əsas situasiyanı nəzərə almaq lazımdır ki, verilən rəy şagirdə əks təsir göstərməsin. Müəllim şagirdə rəy verərkən iki dənə situasiyanı nəzərə almalıdır ki, bu situasiya zamanı şagirddə rəy emosional vəziyyətdə olur. Yəni şagirdə həvəsdən sala bilər. Bu zaman nə edir müəllim? Müəllim o zaman şagirdi uzaqlaşdırır ki, öyrənmə prosesindən ciddi şagirdə monitorinq edir, ciddi nəzarət edir. Bu da şagirdi öyrənmə prosesindən uzaqlaşdırır. Bir də şagirdə rəqabət yönümlü rəy verərkən sən də Əhməd kimi bu nümunədən istifadə etmisən və yaxudsa sən də Əhməd kimi bu üsuldan istifadə etsəydin, nəticən yaxşı olardı. Bu kimi rəylər verməklə biz şagirdlər arasında rəqabət yaradırıq. O da şagirdin öyrənmə prosesindən uzaqlaşmasına səbəb olur. Rəy zamanı hansı ifadələrdən istifadə etmək lazımdır? Tapşırıq üzərində yorulmadan çalışmağın xoşuma gəlir. Mən görürəm ki, tapşırığın həllində bu üsuldan istifadə etmisən. Mənə maraqlıdır ki, bu məqamda bu üsuldan istifadə etməyinin səbəbi nədir? Bu kimi ifadələrdən istifadə etmək daha doğru olar. Əks əlaqənin bir də müəllimlər iki cürdür əks əlaqə, formativ əks əlaqə, bir də summativ əks əlaqə. Formativ əks əlaqə bütün öyrənmə prosesi zamanı verilir. Yəni bütün dərsin bütün mərhələlərində aparılır. Amma summativ qiymətləndirmə yalnız tapşırığın sonunda və yaxud da test tapşırığının sonunda olur. Summativ əks əlaqəni əvvəlcədən tapşırıqdan əvvəl vermək olmaz. Amma formativ əks əlaqəni dərsin bütün mərhələlərində vermək olar. Sonra gəlirik indi müəllimlər əks əlaqənin növlərinə. Əks əlaqənin hansı növləri var? Korrektiv edici, təsvir edici, bir də konstruktiv, bir də motivasiya edici əks əlaqə. Korrektiv edici əks əlaqə nədir? Bu zaman şagirdə verilən rəy o zaman korrektiv edici olur ki, əgər müəllim şagirdə hər hansı bir mövzu barəsində və yaxud da mətn verirsə, mövzu barəsində danışmağını istəyirsə, həmin mövzuda şagird hər hansı bir səhvə yol verirsə, o zaman müəllim anında o səhvi düzəltməlidir, yəni müdaxilə etməlidir, şagirdə korrektiv edici rəy verməlidir. Biz dedik ki, müəllim şagirdə anında cavab verməməlidir sualına. Bu sual-cavab prosesi zamanı idi, amma korrektiv edici əks əlaqə zamanı müəllim anında müdaxilə edə bilər və şagirdin səhvini düzəldə bilər. Təsvir edici əks əlaqə nədir? Burada şagirdin nəyi yerinə yetirib, nəyi yerinə yetirmədiyi təsvir olunur. Yəni müəllim şagird fəaliyyətindəki uğurlar və çatışmamazları haqqında detallı şəkildə şagirdə fikir bildirməlidir. Ki, şagird öz səhvləri nədir, öz səhvləri üzərində hansı işləməli olduğu fəaliyyətləri əvvəlcədən bilsin. Yəni müəllim şagirdin diqqətinə öz səhvləri barədə detallı şəkildə çatdırmalıdır. Konstruktiv rəy nədir? Konstruktiv rəy odur ki, burada şagirdin tapşırıqda nəyi düzgün, nəyi yanlış yerinə yetirdiyi haqqında məlumat verilir. Bir də onların səhvlərini necə düzəltməli olduğu haqqında şagirdə yollar göstərilir. Yəni gələcəyə yönləndirilir. Konstruktiv rəy gələcəyə yönəlik olmalıdır. Şagirdi bir növ səhvlərini düzəltmək üçün ona yollar göstərməlidir. Motivasiya edici əks əlaqə nədir? Motivasiya edici əks əlaqə odur ki, bəzən şagirdlər tapşırığı yerinə yetirərkən uğursuzluqla qarşılaşa bilərlər. Bu zaman onlar həvəsdən düşə bilərlər. Bu həvəsdən düşməyin də
aradan qaldırmaq üçün müəllim nə etməlidir? Motivasiya edici əks əlaqə, yəni rəy verməlidir. Müəllim şagirdə rəy verərkən emosional hisslərinə rəy verməməlidir. Müəllimin verdiyi rəy şagirdi həvəsləndirməli və dərsə cəlb etməlidir. Əks əlaqənin məzmunu var. Hansı məzmunları var? Öyrənmə prosesi haqqında əks əlaqə, məzmun haqqında əks əlaqə, bir də məhsul haqqında əks əlaqə. Öyrənmə prosesi haqqında olan əks əlaqə şagirdin öyrənmə prosesinə, yəni şagirdin öyrənmə strategiya və metodlarına fokuslanır. Məqsədi şagirdin özünün problem həll etmə və öyrənmə prosesini yaxşılaşdırılmasına nail olmaqdır. Proses haqqında verilən əks əlaqə konstruktiv, təsviri, motivasiya edici, bir də korrektə edici ola bilər. Məzmun haqqında əks əlaqə nədir? Burada fəndin məzmunu ilə bağlı olur. Şagirdin təqdim etdiyi tapşırığın məzmununa yönəlir. Materialın dəqiqliyi, aktuallığı, dərinliyi haqqında informasiya verir. Məzmun haqqında olan əks əlaqə isə konstruktiv, təsviri və korrekt edici ola bilər. Məhsul haqqında əks əlaqə nədir? Artıq burada şagirdin gördüyü işin nəticəsinə yönəlmişdir. Nəticə olaraq şagirdin gördüyü işin tamlığı, keyfiyyəti, qoyulan meyar və tələblərə uyğunluğu haqqında məlumat verilir. Gəldi indi müəllimlər müşahidənin aparılmasına. Müşahidə və formativ qiymətləndirmənin ən vacib hissələrindən biridir. Çünki müəllim davamlı olaraq şagirdi müşahidə etməlidir. Əgər müşahidə etməsə, şagirdin irəliləməsini və yaxud da geriləməsini görə bilməz. Bu zaman müəllim nə etməlidir? Şagirdi davamlı müşahidə etməlidir. Formal və qeyri-formal qeydiyyatlar aparmalıdır. Səmərəli əks əlaqə üçün bu müşahidənin faydası var. Çünki müəllim müşahidə etdikdən sonra artıq şagirdlərə doğru rəy verə bilər. Daha sonra verbal və qeyri-verbal informasiyanın oxunması, yəni burada artıq şagirdin bədən dili, mimikası və digər qeyri-verbal siqnallarla onların emosion vəziyyətini, mövzu anlamalarını və haqqında məlumat verir. Yəni biz şagirdə baxarkən onun mimikasından dərsi necə anlayıb anlamadığını artıq müşahidə edə bilərik. Sinifin dinamikasının anlaşılması, biz müşahidə zamanı şagirdlərin tapşırığı necə yerinə yetirdiklərini, dərsdən nə qədər aktiv və ya pasiv olmasını, dərsə necə cəlb olunmasını müşahidə edə bilərik. Qeydiyyatın aparılması isə artıq burada müşahidənin nəticələrini biz qeydiyyat aparmalıyıq. Mütləq şəkildə qeydiyyat aparılmalıdır. Bu qeydiyyat bizə hansı faydanı verir? Hər hansı bir valideynlə bölüşə bilərik. Valideyn bizdən uşağı haqqında məlumat istəyəndə biz artıq bu müşahidənin qeydiyyatını onlarla paylaşaraq öz uşağı haqqında məlumat vermiş oluruq. Formativ qiymətləndirmə zamanı hansı üsullardan istifadə olunur? Sual-cavab üsulundan, yoldaş qiymətləndirməsindən və özünü qiymətləndirmədən, sonra doğru-yanlış üsulundan, büyübə üsulundan, qısa ümumiləşdirmələrdən, düşün, cütləş, paylaş, 3-2-1, işıq for, rubriklər və s. iş üsullarından. Bir də biz iş üsullarını keçəndə demişdik, hansı iş üsulları idi ki, formativ qiymətləndirmə, yəni yoldaş qiymətləndirməsindən istifadə olunur. Karusel, bir də akvarium iş üsulunu bura aid etmək olar. İndi baxaq görək, sual-cavab nədir? Sual-cavab zamanı müəllim hansı suallardan istifadə edərək şagirdləri formativ qiymətləndirə bilər? Həm açıq suallardan, həm də qapalı suallardan istifadə edə bilər. Müəllim daha çox açıq suallardan istifadə etməlidir. Bəzən testlərdə düşür ki, müəllim həmişə açıq suallardan istifadə etməlidir. Xeyr, həmişə sözlü yanlışdır. Biz harda həmişə yalnız sözünü gördük, bu doğru qəbul edilmir. Sual-cavab zamanı dedik, açıq suallardan, bir də qapalı suallardan istifadə olunur. Qapalı suallar necə suallardır? Hə, yox və yaxud da xeyr, bəli sözlərinə cavab olur. Qapalı suallar verilərkən müəllim şagirdin hansı cavabı verəcəyini artıq müəllim əvvəlcədən bilir. Faktlara əsaslanır. Təfəkkürün inkişafını
dəstəkləmir, yaddaşa əsaslanır və aşağı təfəkkür səviyyəsinə uyğun olur. Amma açıq suallar necə olur? Açıq suallar təfəkkürü formalaşdırır, şagirdin təxəyyülünü işə salır və şagirddən fərqli cavabları olan cavablar tələb edir. Açıq sualların xüsusiyyətləri hansılardır? Şagirdi düşünməyə sövq edir, fikirlərini formalaşdırır, şagirdin dərsə cəlb olunmasını təmin edir və şagirddə yuxarı təfəkkür səviyyəsini formalaşdırmış olur. Açıq sualları dedik müəllim daha çox verməlidir. Daha çox verərsə şagirddə yuxarı təfəkkür səviyyəsini formalaşdırmış olur. Açıq sualları müəllim verərkən şagirdin nə cavab verəcəyi haqqında artıq məlumatlı olmur. Çünki açıq suallar şagirdlərin özünə məxsus cavablar tələb edir. Sual-cavab prosesində biz nəyin ən çox nəzərə almalıyıq? Gözləmə vaxtının verilməsini. Gözləmə vaxtı necə verilir? Qapalı suallarda 30 saniyə, açıq suallarda isə 1 dəqiqə arasında verilir. Sonra gəldik müəllimlər, şagirdin özünü qiymətləndirməsi və yoldaş qiymətləndirməsi. Sinifdə qiymətləndirmə tək müəllim tərəfindən aparılmır. Burada həm şagirdlər özlərini qiymətləndirə bilərlər, həm də yoldaşlarını qiymətləndirə bilərlər. Özünü qiymətləndirilmə zamanı şagirddə metakognitiv bacarıqlar inkişaf etmiş olur. Amma yoldaş qiymətləndirilməsi zamanı artıq şagirddə empatiya və tənqidi düşüncə forması inkişaf etmiş olur. Özünü qiymətləndirmə zamanı şagird nəyi bilir? Artıq nəyi bilib bilmədiyini özü haqqında məlumatlı olur. Özünün zəif və güclü tərəflərini aşkar etmiş olur. Yoldaş qiymətləndirməsi zamanı isə şagirdlər arasında əməkdaşlıq baş verir. Bir-birlərinə rəy vermə baş verir və bu rəylər də şagirdlərdə özünə inam hissini yaradır. Sonra şagirdlərdə özünü qiymətləndirmə zamanı müəllimlər, burada gördüyünüz cədvəl formasında müəllim şagirdlərə cədvəl təqdim edir və şagirdlər bu cədvəl vasitəsilə özlərini qiymətləndirirlər. Yoldaş qiymətləndirilməsində isə bu cədvəldən istifadə olunur. Burada həm meyarlar qeyd olunur, həm də şagirdlərin fikirləri razıyam və yaxud da razı deyiləm kimi qeyd olunur. Sonra gəlirik çıxış bileti. Çıxış bileti nədir? Çıxış bileti zamanı artıq dərsin bitməyinə təxminən 5 dəqiqə qalmış, müəllim lövhəyə 1-2 dənə refleksiya sualları yazır və şagirdlərə kağız parçaları paylayır. Hər kəs bu kağız parçasında bugün nə öyrəndi, o haqqında bir misal qeyd edir və yaxud da nəyi öyrənmək istəyir, nəyi başa düşmədi yazırlar və sonda həmin kağızları müəllimə təqdim edirlər. Müəllim də kağızları təhlil edir və təlimdə müvafiq dəyişikliklər lazımdırsa dəyişikliklər edir. Çıxış biletlərinin qiymətləndirmə baxımından əhəmiyyəti çox böyükdür. Gəlirik müəllimlər, müəllimlərin ən çox marağına səbəb olan rubliklər. Rublik nədir? Şagirdi qiymətləndirmək üçün lazım olan bir qiymətləndirmə cədvəlidir. Bu qiymətləndirmə cədvəlinin özü 3 hissədən ibarətdir. Meyarlar, keyfiyyət səviyyəsi, bir də meyarlara müvafiq keyfiyyət səviyyəsinin təsviri. Meyarlar nədir? Biz şagirdə nəyi qiymətləndirəcəyimizi artıq burada müəyyənləşdiririk. Meyarlar əvvəlcədən yazılmalıdır və dərsin məqsədinə uyğun olmalıdır. Keyfiyyət səviyyəsi nədir? Biz burada artıq şagirdləri meyarları necə və hansı səviyyə ilə qiymətləndirəcəyimiz qeyd olunmalıdır. Keyfiyyət səviyyəmiz də bilirik ki 4 dənədir. Qeyri-kafi, kafi, yaxşı, bir də çox yaxşı. Meyarlara müvafiq keyfiyyət səviyyəsinin təsviri isə burada artıq hər bir səviyyənin meyarlara uyğunluğu təsvir əks olunur. Yəni biz şagirdi meyar yazarkən səviyyəyə uyğun yazmalıyıq. Birinci səviyyədimi, ikinci səviyyədimi və yaxud da üçüncü və 4-cü səviyyəyə aid olmalıdır. Burada şagird özünün nailiyyəti barədə aydın təsəvvürə malik olur. Rublikləri gördüyünüz bu cədvəl formasında aparılır. Əvvəlcə meyarlar müəyyənləşdirilir və hər bir meyar hər bir keyfiyyət səviyyəsinə uyğun olaraq
yazılmalıdır. Rubriklər özü tərtibatına görə iki növə ayrılır. Analitik rubriklər, bir də holistik rubriklər. Analitik rubrik nədir? Hər bir fəaliyyət, hər bir meyara əsasən ayrı-ayrı qiymətləndirilir. Analitik rubrik uzun müddət aparılır. Ona görə də çox vaxt ərzində aparılır. Hər dərs aparmaq olmur. Analitik rubrik çox vaxt apardığına görə onu hər dərsdə reallaşdırmaq biraz çətin olur. Amma holistik rubrik isə az vaxt aparır, yəni qısa müddətli olur. Çünki onu orada artıq ümumi şəkildə qiymətləndirilir. Ümumi bir mühakimə əsasında qiymətləndirmə aparılır. Ona görə də holistik rubrik qısa müddətli olur və qısa müddətli də olduğuna görə az vaxt aparır və hər dərs aparıla bilər. Sonra rubriklərin özü həm ümumi, həm də tapşırığa əsaslanan xüsusiyyətinə görə ayıra bilərik. Ümumi rubriklər odur ki, şagird haqqında ümumi qiymətləndirmə aparmağımızdır. Tapşırığa əsaslanan rubriklər isə odur ki, biz hər bir tapşırığa uyğun meyar hazırlaya bilərik və həmin meyar əsasında da şagirdləri qiymətləndirə bilərik. Ümumi rubrik il boyu aparıla bilər. Yəni bir dənə rubrik hazırlanır, qiymətləndirmə meyarı aparılır bir mövzu əsasında. Biz bu rubrikdən il boyu istifadə edə bilərik. Amma tapşırığa əsaslanan rubrik odur ki, artıq burada hər tapşırığa uyğun, hər mövzuya uyğun rubrik hazırlanmalıdır və qiymətləndirmə meyarı müəyyənləşdirilib şagirdlər qiymətləndirilə bilər. Deməli, rubriklər nədir? Rubriklər müəllimin nəyə diqqət yetirəcəyi meyarlar şəklində yazılır, təsvir olunur və şagirdlər üçün əldə etməli olduqları məqsədlərə çevrilir. Ona görə də meyarlar tapşırığın və ya şagird fəaliyyətinin ən vacib aspektlərini əhatə etməlidir. Rubrik meyarları seçilməsi üçün də bəzi meyarlar vardır. Məsələn, rubrik meyarları tapşırığın özünün aspektləri ilə bağlı deyil, təlim nəticələri ilə əlaqəli olmalıdır. Rubrik meyarları ölçülə bilən olmalıdır. Keyfiyyəti aşağı və yuxarı olaraq ölçmək mümkün olsun. Beləliklə, rubrik tərtib edərkən müəllim özünə şagirdin işinin hansı xüsusiyyəti onun öyrəndiyini sübut edir, sualını verməlidir. Bu qədər müəllimlər rubrik haqqında və formativ qiymətləndirmə haqqında. Sağ olun, salamat qalın.